Salam hər kəsə 3-cü bölmənin 4-cü dərsinə çatmışıq. The Blue Revolution, Mavi İnqilab. Həmişəki kimi kömək eləyəcəm mətnə bir ilki baxacağıq, sonra mətnə aid olan bütün çalışmalarda speaking, lüğət, comprehension və s. birlikdə işləyəcəyik. The population of the world. Dünyanın əhalisi, yaxud dünyadakı əhali sayı is increasing rapidly. Sürətlə artır. Population sözü people sözünə yadda saxlaya bilərsiniz. People insanlar, population əhali sayı. Bir yerdə olan əhalinin, insanların sayı. Hər ikisi səhv eləmirəmsə latın sözü populus sözündən gəlir, amma belə yadda saxlaya bilərsiniz. Population of the world olur dünyanın əhali sayı. Increasing artmaq deməkdir. Rapid-dəki cəldi sürətlə. Dünyanın əhali sayı sürətlə artır. By 2020 2020-yə qədər, 2020-ci ilə qədər, indi bu biraz köhnə kitabdır. There could be 7.5 billion people on Earth. Dünyada 7.5 milyard insan ola bilər. Milyon milyondur, amma bilyon yazılan milyard deməkdir. Will there be enough food for all these people? Or will we have a food shortage? Bütün bu insanlar üçün kifayət qədər ərzaq olacaqmı? Yoxsa bizdə ərzaq qıtlığı olacaq. Short qısa deməkdir, amma shortage bir növ qıtlıq deməkdir. Bir şeyin qısalığı, az olmağı. Food shortage ərzaq qıtlığı. Some scientists think, bəzi alimlər düşünür, fish farming could solve this problem. Balıq fermerliyi bu problemi həll edə bilər. However, can solve this problem ola bilərdi də, can. Amma can'i niyə keçmişdim, onda could deyə işlətmişik. Çünki bir növ şərti olaraq düşünürlər deyə belə ola bilərdi, elə ola bilərdi. Şərti olaraq danışılır deyə can əvəzinə could işlətmək daha məqsədə uyğundur. However, lakin other scientists worry that başqa alimlər narahatdır ki fish farming could cause serious environmental problems. Balıq fermerliyi ciddi ətraf mühit problemlərinə səbəb ola bilər. Fish farming is not a new thing. Balıq fermerliyi yeni bir şey deyil. There were fish farms in China 3000 years ago. Çində 3000 il əvvəl balıq fermaları var idi. Today, bu gün, about 1/3 of the fish we eat. Bu gün yediyimiz balığın təxminən 1/3, about təxminən 1/3, 1/3 of-ın şəkilçisi of the fish, balığın 1/3 we eat. Hansı ki biz yeyirik. Yəni biz yeyən balığın 1/3 comes from fish farms. Balıq fermalarından gəlir. Balıq fermalarından qaynaqlanır. Most fish farms raise plant-eating fish. Əksər balıq fermaları bitki yeyən balıqlar yetişdirirlər, raise edirlər. Popular kinds of plant-eating fish are carp, tilapia and catfish. Popular kinds, populyar növləri of-ın şəkilçisi plant-eating fish. Bitki yeyən balıqların populyar növləri bunlardır. Unfortunately, təəssüf ki, many fish farms are starting to raise meat-eating fish. Əksər balıq fermaları ət yeyən balıqlar yetişdirməyə başlayıblar. A popular type of meat-eating fish. Ət yeyən balığın məşhur bir növü is salmon, salmon balığıdır. These meat-eating fish live on processed food made from wild fish. Bu ət yeyən balıqlar live yaşamaqdır, amma live on, yəni bir şeylərlə yaşamaq, bir şeylərlə sağ qalmaq. Burada bu şeyi yeyib sağ qalırlar, yəni bu şeyi yeyib içirlər, bununla dolanırlar mənasında. Nə ilə dolanırlar? Processed food made from wild fish. Vəhşi balıqlardan düzəldilmiş, emal olunmuş ərzaqlardan dolanırlar bir növ. Proses nə deməkdir? Prosesdir də isim, düzümü? Amma isim feilləşir. Processed food olur, üstündə proseslər aparılmış ərzaq. Yəni emal olunmuş, kimyəvi olaraq emal olunmuş. Yəni təbii olmayan ərzaqdan söhbət gedir. Məsələn, bir var təbii şəkər, yediyimiz meyvələrin içində olan. Amma bir də var şəkər tozu, təbii şəkər deyil axı, ona deyirlər artıq processed sugar. Natural sugar, processed sugar, təbii olmayan. Üzündə kimyəvi emal proses aparılmış və s.
However, lakin it takes up to 5 tons of wild fish to produce just 1 ton of farm-raised salmon. Lakin sadəcə 1 ton fermada yetişdirilmiş salmonu istehsal etmək üçün 5 ton vəhşi balıq lazımdır. The supply of wild fish is already decreasing. Supply nə təchizat? Vəhşi balıq təchizatı, yəni vəhşi balıqların sayı artıq azalır. Increase deməli, world population is increasing. Dünya əhali sayı artır. Increase-in əksinə oldu, decrease, azalmaq. Həmin balığın sayı is decreasing, azalır. Eventually, tədricən, many types of wild fish could become extinct. Extinct, nəsli kəsilmiş demək. Tədricən, vəhşi balıqların bir çox növü extinct ola bilər. What will we do then? Biz onda nə edəcəyik? Critics of fish farming also say that balıq fermerliyinin kritikləri həmçinin deyirlər ki, farm-raised fish is unhealthy for humans. Health, sağlamlıq, healthy, sağlam. Unhealthy, sağlam olmayan. İnsanlar üçün sağlam deyil. They say the fish contains dangerous chemicals. Onlar deyirlər ki, balıq özündə təhlükəli kimyəvi maddələri ehtiva edir. Container sözündən. İçində saxlamaq. They also criticize fish farming. Onlar həmçinin balıq fermerliyini criticize edirlər, pisləyirlər bir növ. Because it pollutes the water. Çünki o suyu çirkləndirir. Another criticism is that başqa bir tənqid də, criticize tənqid sözüdür. Başqa bir tənqid odur ki, farm-raised fish can spread diseases to wild fish. Fermada yetişdirilmiş balıqlar vəhşi balıqlara xəstəliklər yaya bilərlər. Spread yaymaq deməkdir. Məsələn, yağı götürüb çörəyin üstünə yayıramsa, onu da yenə I'm spreading butter on the bread olacaq. Yenə yaymaq. Xəstəliyi yayıramsa yenə I'm spreading diseases. Bəzi insanlar deyir ki, bu farming metodları being used now, indi istifadə olunan farming metodları kifayət qədər balıq onsuz da istehsal etməyəcək. Anyway cümlənin axırında gələndə onsuz da zaten mənasını verir. Onsuz da kifayət qədər balıq produce, istehsal, product məhsul deməkdir. Produce məhsulu yaratmaq, yəni məhsuldan istehsal sözü yaranır. Instead of putting fish farms in lakes or near coast, balıq fermalarını göllərə yaxud sahil yaxınlığını qoymaqdansa, they say that deyirlər ki, the fish farms should be moved far out in the ocean. Balıq fermaları okeanın uzaqlığına köçürülməlidir. Bir neçə ölkə artıq bununla dərin okean fermaları ilə eksperimentlər edir. Gələcəkdə balıq fermaları large cages, böyük qəfəslərdə ola bilər, hansı ki, okean boyunca hərəkət edir. Yəni, gələcəkdə balıq fermaları okean boyunca hərəkət edən böyük qəfəslərdə ola bilər. Like most things, əksər şeylər kimi, there is both a good and a bad side to fish farming. Balıq fermerliyinin həm yaxşı, həm pis tərəfləri var. Feed nədir? Nə idi? Yemləmək. Balıq fermerliyi həm milyonlarla insanı yemləyə, yəni yemək verə bilər. Eyni zamanda, lakin balıq fermerliyi may damage the environment, ətraf mühiti zədələyə bilər. Başlayaq çalışmalardan. Soda and hot dogs are examples of food. Soda, çayın soda deyil bu, şeydir. Qazlı içkilər var, kola, fanta, qazlı olanlara hamısını ümumiyyətlə soda deyirlər. Hot dogs'dakı sosiska deyirlər. Soda və sosiska examples of food. Necə ərzağın nümunəsidir. Are examples of processed food. Yəni təbii olmayan, üstündə kimyəvi proseslər aparılmış yeməyin bir nümunəsidir. Do you more about your health or the environment's health? Sən öz sağlamlığın haqqında yoxsa ətraf mühitin sağlamlığı haqqında nə edirsən? Do you worry sözü var mı? Worry, narahatsanmı? Öz sağlamlığına narahatsanmı yoxsa ətraf mühitin? 3. Breathing can be a sign of a heart problem. Nəfəs almaq ürək probleminin bir işarəsi ola bilər. Necə nəfəs almaq? Rapid breathing, sürətli nəfəs almaq. 4.
China has the largest in the world. Çinin dünyada ən böyük nəyi var? Əhali sayı nə idi? China has the largest population in the world. 5. My mother doesn't like to follow cooking recipes. Mənim anam yemək pişirmək reseptlərini izləməyi xoşlamır. She prefers to, o üstün tutur nəyi? She prefers to experiment. Eksperiment eləmək üstün tutur. Və yaxud ola bilərdi ki, she prefers to improvise. O improvizasiya eləməyi xoşlayır. 6. Why did dinosaurs become? Niyə dinozavrlar, dinosaurs demirik ha, dinosaurs. Nə oldular onlar? Nəsillər düşəndə də become extinct. 5. Daha doğrusu 5 nədir? 7. My teacher me for coming to class late. Müəllimim məni dərsə gec gəlmək üçün nə edir? Məsələn, my teacher criticized me. Tənqid elədi. Criticize tənqid eləmək. 8. When an animal travels by airplane. Heyvanlar təyyarə ilə səyahət edərkən Madagaskar multfilmi yadıma düşdü. It is kept in a keep saxlamaq, it is kept saxlanılır, məchul növ. Nəyin içində saxlanılır? It is kept in a cage, qəfəsdə saxlanılır. Və yaxud Madagaskar multfilmində onlar qutunun içində saxlanmışlar da. The lion Alex, şir Alex was kept in a box, qutunun içində saxlanılmışdı. 9. If you, the amount of food you eat, yediyin ərzağın miqdarını neynəsən? You will lose weight, çəki itirəcəksən, azaltsan. Azaltmaq nə idi bəs? Decrease. If you decrease the amount of food you eat, yediyin ərzağın miqdarını azaltsan, çəki itirəcəksən. 10. I hope we find solutions to our environmental problems. Ümid edirəm biz ətraf mühit problemlərimizə həll yolu tapacağıq. Bura nə qoyaq? We will eventually, tədricən həll yolu tapacağıq. Görün var idim, eventually, we will, var. Eventually tapacağıq. 11. Which cooking, hansı yemək method, hansı yemək pişirmək metodu do you prefer, hansını üstün tutursan, sevirsən? Balığı qızartmaq yoxsa pişirmək? 12. Can't breathe underwater, suyun altında nəfəs ala bilmir. Without special equipment, xüsusi təchizat olmadan suyun altında nəfəs ala bilmir. Suyun altında kim? Humans, insanlar. 13. The bad weather destroyed the crop of corn. Crop nə idi? Bitki, məhsul. Corn nə idi? Qarğıdal. Qarğıdal məhsulunu pis hava dağıtdı. Now there is a of corn. İndi də ki, qarğıdalının nəyi var? İndi qarğıdalının qıtlığı var. Qıtlıq nə idi? Short sözündən, shortage. Now there is a shortage of corn. İndi qarğıdal qıtlığı var. Interstellar filmi var idi. Interstellar baxanlar biləcək, orada qarğıdalılar azalırdı. Kosmosa gedəsi oldular ona görə. Deməli, bu tapşırıqda column A, A sütunundakıları B sütunundakılara match, uyğunlaşdıracağıq. That means the opposite, hansı ki əks mənanı verir. Məsələn, solid bərk deməkdir, onun əksi liquid nədir? Maye. Liquid soap nədir? Maye sabun. Çətin bir şey deyil, özünüz baxın, eləyin, sual olsa yazın. Mən də sizə bir damcı buna kömək eləyim, sonra əsas speakinglərə baxaq. Bizimki speakingdir. 1. The population of the world is increasing. Population, əhali sayı, dünyanın of the world, dünyanın əhali sayı is increasing, artır. Necə artır? Yavaş artır, biraz artır, sürətlə artır, nadirən artır, rarely, nadirən. Is increasing quickly, sürətlə, cəld artır. Məncə bu dəqiqə cəld artmaqda deyil, səhv eləmirəmsə azalan dinamikaya doğru keçib, bir neçə ölkələr istisna olmaqla indi kitabın kontekstində amma bizə nə deyibsə, diqqətlə oxuyuruq, həmin kontekstə cavab veririk. Məsələn, çünki IELTS kimi imtahanlarda da öz bildiyimiz yox, kontekstə yazılanlara uyğun imtahan verəcəyik. 2. Salmon is a type of fish. Salmon necə balıq növüdür? Səhv eləmirəmsə, özü dəqiq qayıdıb baxarsınız. Plant eating fish idi. Bitki yeyən balıqlardan idi. 3. Plant eating fish are balıq, bitki yeyən balıqlar ət yeyən balıqlardan nədirlər? Then-i görürsünüz, müqayisə dərəcəsi. Müqayisə edəcəyik.
are more expensive, daha bahalıdır, yox. Daha rarer, nadirdir, yox. Are more dangerous, deməli, bitki yeyənlər təhlükəlidirmi? Yox. Are better for the environment, ətraf mühit üçün daha yaxşıdır? Bəli, C-ni götürmüşük. 4. In the future, gələcəkdə, fish farms might be. Gələcəkdə balıq fermaları nə ola bilər? Xatırlayırsınızsa dedik ki, in the future, fish farms might be in the deep ocean, inside of big cages. Okean dənliyində böyük qəfəslərin içində ola bilər. Ona görə D-ni götürdüm. 5. Of the fish we eat today. Bu gün yediyimiz balıqların çoxu most olacaq. Ümumiyyətcə asandır. Özünüz işləyin. Sual olsa yazarsınız. 6, 7, 8 sizdə olsun. Mən i-yə kömək eləyirəm. Speaking-ə. 1. Soruşur ki, what is happening to the population of the world? Dünya əhali sayına nə olur? Kontekstdə deyək ki, dünya əhali sayı artır. Deyəcək ki, the population of the world, dünyanın əhali sayı is increasing, artır və yaxud is increasing rapidly, sürətlə artır. How much farm-raised fish do people eat now? İndi insanlar nə qədər fermada yetişdirilmiş balıq yeyirlər? 3/1 idi də. 3/1 mətndə yazılmışdı ki, 3/1 fermada yetişdirilib. 3/1 nə idi ingiliscəsində? 1/3. 1/3 oldu 3/1. Bəs yediyimiz balıqların 3/1 necə olacaq? Balıqların 3/1. Üçüncü növ təyini söz birləşməsi Azərbaycan dilindəki, yəni in şəkilçisi. Deməli, 1/3 of the fish we eat. 1/3 of the fish. Balıqların 3/1. 1/3 of the fish we eat. Biz yediyimiz balıqların 3/1. Deməli, raised in fish farms. Balıq fermalarında yetişdirilib. 3. How is carp different from salmon? Karp balığı salmon balığından necə fərqlənir? Səhv eləmirəmsə biri ət yeyirdi, biri bitki yeyirdi. Deyəcəm ki, onların biri ət yeyir, biri isə bitki yer. Onların biri nədir? One of them. One bir deməkdir. Them onlar, of-dakı in şəkilçisi. One of them, onların biri. One of them eats plants, but one of them eats meat. 4. Why do you think fish farms existed in China thousands years ago? Sizcə niyə Çində minlərlə il əvvəl balıq fermaları mövcud idi? Ulduz da var, özümüz cavab veririk. Deməli, because there have always been a lot of people in China. Çünki Çində həmişə böyük çox miqdarda insan olub və yaxud daha elmi dildə qursaq cümləni. Because the population of China, Çinin əhali sayı has always been big, has always been large. Çinin əhali sayı böyük olub həmişə. That's why they needed fish farms. Buna görə onların balıq fermalarının ehtiyacları var idi, olub. 5. Why do some people criticize fish farming? Niyə bəzi insanlar fish fermerliyini tənqid edirlər, criticize edirlər? Düz baxmışdınızsa deyirdi ki, because farm-raised fish, fermada yetişdirilmiş balıqlar, farm-raised fish, bir növ feili sifətdə də fermada yetişdirilmiş balıqlar. Deməli, they are bad for our health. Onlar bizim sağlamlığımız üçün pisdir və yaxud they are bad for the environment. Ətraf mühit üçün pisdirlər. Altını dedik. Yox. Altını deyəcək. Why might farmers feed chemicals to their fish? Niyə fermerlər balıqlarına kimyəvi maddələr vermiş ola bilərlər? Because they want to earn a lot of money in a short amount of time. Short amount of time. Qısa bir vaxt ərzində çoxlu pul qazanmaq istəyirlər. They want to get rich quickly. Onlar tez varlanmaq istəyirlər və yaxud 7. How could fish farming solve a future food shortage? Gələcəkdə balıq fermerliyi food shortage, yemək qıtlığını, ərzaq qıtlığını necə həll edə bilər? Belə deyək də, əgər düzgün edilsə, if it is done correctly, it might help people. Bu insanlara kömək edə bilər. Because, çünki, indi deyəcəm əsas məqzə. Because it is easy
to farm, it is easy to raise a lot of fish. Çünki çoxlu balıqları raise eləmək, yetişdirmək asandır. In a short amount of time, qısa bir zaman ərzində. Such as, do you think fish farms should stop raising salmon? Sizcə balıq fermaları salmon yetişdirməyi dayandırmalıdırlarmı? Niyə? Salmon hansıydı? Balıq yəni ət yeyən balıq idi yoxsa bitki yeyən? Qaydın özünüz baxın mətnə, uyğun bir cavab yazın, kommentə. Mən də yoxlayacağım, deyəcəm sizə. F. Mətnin əsas ideyası. 1. Fish farms can both help us and hurt us. Balıq fermaları bizə həm kömək edə bilər, həm hurt, incidə ziyan vura bilər. 2. There will never be enough food for everyone. Heç vaxt hər kəs üçün kifayət qədər ərzaq olmayacaq. 3. Meat-eating fish contain more chemicals than plant-eating fish. Ət yeyən balıqlar bitki yeyən balıqlardan daha çox kimyəvi maddələr özlərini contain ehtiva edirlər. Ümumi ideya olaraq mətnin əsas teması olaraq biri götürürəm mən. 2-3 də düzdür, sadəcə bir daha ümumidir. Belə. Növbəti videoda görüşərik. Təşəkkürlər.